Salam. Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Dadaşova Aynurə. Bugünkü mövzumuz müxtəsər vurma düsturlarından olan 2 ədədin cəminin və fərqinin kvadratları düsturudur. Bildiyimiz kimi, çoxhədlini çoxhədliyə vuran zaman bir çoxhədlinin hər bir həddini digər çoxhədlinin hər bir həddinə vurub, alınan oxşar bir hədləri toplayıb və yaxud biz onları çıxırıq. Bu zaman biz aralıq hesablamalar aparmalı oluruq. Bu aralıq hesablamaları aparmadan da müəyyən çoxhədləri, eyni çoxhədləri bir-birinə vurmaq olar. Bunun üçün biz müxtəsər vurma düsturlarını bilməliyik. Müxtəsər sözü adından da göründüyü kimi qısa yolla qısa ifadə etməkdir. Gəlin bunu bir nümunə üzərində izah edək. X üstəgəlsin 3-ün mötərizə kvadratı bildiyimiz kimi x üstəgəlsin 3 mötərizə daxilində vurulsun x üstəgəlsin 3 kimi yaza bilərik. Əvvəldən qeyd etdiyimiz kimi, çoxhədlini çoxhədliyə vurmaq üçün birinci çoxhədlinin hər bir həddini ikinci çoxhədlinin hər bir həddinə ayrı-ayrılıqda vurmaq lazımdır. Bizim birinci çoxhədlimizin birinci həddi x-dir. X-i digər çoxhədlimiz olan x üstəgəl 3-ün hər bir həddinə ayrı-ayrılıqda vururuq. X kvadratı üstəgəlinsin 3x. Birinci çoxhədlimizin ikinci həddi 3-dür. 3-ü yenidən ikinci çoxhədlimiz olan x üstəgəl 3-ə ayrı-ayrılıqda vururuq. Üstəgəlinsin 3x, üstəgəlinsin 9. 3-ün kvadratı bildiyimiz kimi 9 eləyir. Bərabərdir. Burada görürük ki, oxşar toplananlarımız olan 3x və 3x var. Onları x kvadratı üstəgəl 6x, üstəgəl 9 şəklinə gətiririk. Yəni, deməli, x kvadratı üstəgəlsin 3-ün mötərizə kvadratı bərabər oldu x kvadratı üstəgəl 6x, üstəgəl 9. Digər bir nümunəyə baxaq. X çıxılsın 2-nin mötərizə kvadratı. Bunu da əvvəl qeyd etdiyimiz kimi x çıxılsın 2, vurulsun x çıxılsın 2 çoxhədlisi şəklində yaza bilərik. Yenidən çoxhədlinin çoxhədliyə vurulması qaydası ilə bu çoxhədləri bir-birlərinə vuraq. Birinci çoxhədlimizin birinci həddi x-i, ikinci çoxhədlimiz olan x çıxılsın 2-nin hər bir həddini ayrı-ayrılıqda vururuq. X kvadratı çıxılsın 2x. Birinci çoxhədlimizin ikinci həddi olan mənfi 2-ni digər çoxhədlimizin hər bir həddinə vururuq. Çıxılsın 2x. Birinci çoxhədlimizin ikinci həddi mənfi 2-ni yenidən ikinci çoxhədlimizin hər bir həddinə ayrı-ayrılıqda vururuq. Çıxılsın 2x, üstəgəlinsin 4. Bərabərdir. X kvadratı. Görürük ki, burada yenə bizim oxşar toplananlarımız vardır. Mənfi 2x və mənfi 2x. X kvadratı çıxılsın 4x, üstəgəlinsin 4. Həll etdiyimiz misallardan da gördük ki, biz burada aralıq hesablamalar aparmalı olduq. Dediyimiz misalları ümumi şəkildə ifadə edək. A üstəgəlinsin B-nin mötərizə kvadratı bərabərdir. A üstəgəlinsin B mötərizə daxilində vurulsun A üstəgəlinsin B. Yenidən çoxhədlinin çoxhədliyə vurulma qaydası ilə bu ifadələri bir-birinə vuraq. A üstəgəlinsin B-nin mötərizə kvadratı bərabərdir. Mötərizə daxilində A üstəgəl B vurulsun mötərizə daxilində A üstəgəlinsin B bərabərdir. Burada da çoxhədlinin çoxhədliyə vurma qaydasından istifadə edib bu çoxhədləri bir-birlərinə vuracağıq və alırıq. A kvadratı üstəgəlsin AB, üstəgəlsin AB, üstəgəlsin B kvadratı bərabərdir. A kvadratı üstəgəl 2AB, üstəgəlinsin B kvadratı. İki ifadənin cəminin kvadratı bərabərdir. Birinci ifadənin kvadratı üstəgəlinsin birinci ifadə ilə ikinci ifadənin hasilinin 2 misli, üstəgəlinsin ikinci ifadənin kvadratı. Bunu qısaca formada da biz ifadə edə bilərik.
Gəlin bunu qısaldılmış formada ifadə edək. İki ifadənin cəminin kvadratı bərabərdir. Birinci və ikinci ifadələrin kvadratları üstə gəlinsin. Birinci və ikinci ifadənin hasilinin 2 misli. A çıxılsın B-nin mötərizə kvadratı bərabərdir. Bunu biz iki çoxhədli şəklində yaza bilərik. A çıxılsın B mötərizə daxilində vurulsun A çıxılsın B. Çoxhədlinin çoxhədliyə vurulma qaydası ilə bu iki çoxhədlini bir-birinə vuraq. A kvadratı çıxılsın AB çıxılsın AB üstə gəlinsin B kvadratı bərabərdir. A kvadratı çıxılsın 2AB üstə gəlinsin B-nin kvadratı. Bunu sözlə ifadə edək. İki ifadənin fərqinin kvadratı bərabərdir. Birinci ifadənin kvadratı çıxılsın birinci ifadə ilə ikinci ifadənin hasilinin 2 misli üstə gəlinsin ikinci ifadənin kvadratı. Bu ifadəyə biz iki ədədin fərqinin kvadratı deyəcəyik. Bu qaydanı qısa şəkildə ifadə edək. İki ifadənin fərqinin kvadratı bərabərdir. Birinci ifadə ilə ikinci ifadənin kvadratları cəmi çıxılsın bu ifadələrin hasilinin 2 misli. Dediklərimizi misallar üzərində tətbiq edək. 7A çıxılsın 2B-nin mötərizə kvadratı bərabərdir. 7A-nın mötərizə kvadratı çıxılsın 2 vurulsun 7A vurulsun 2B üstə gəlinsin 2B-nin mötərizə kvadratı bərabərdir. 49A-nın kvadratı çıxılsın 28AB üstə gəlinsin 4B-nin kvadratı. 0,1 M üstə gəlinsin N-in mötərizə kvadratı bərabərdir. 0,1 M-in mötərizə kvadratı üstə gəlinsin 2 vurulsun 0,1 M vurulsun N üstə gəlinsin N-in kvadratı bərabərdir. 0,1 M-in kvadratı üstə gəlinsin 0,2 M-N üstə gəlinsin N-in kvadratı. 5A üstü 4 çıxılsın 2B üstü 6-nın mötərizə kvadratı bərabərdir. 5A üstü 4-ün mötərizə kvadratı çıxılsın 2 vurulsun 5A üstü 4 2B üstü 6 üstə gəlinsin 2B üstü 6-nın mötərizə kvadratı bərabərdir. 25A üstü 8 çıxılsın 20A üstü 4 B üstü 6 üstə gəlinsin 4B üstü 12. Yeni bir misala baxaq. A üstə gəlinsin 1 bölünsün A bərabər 3 olarsa A kvadratı üstə gəlinsin 1 bölünsün A kvadratı ifadəsinin qiymətini tapmalıyıq. Bunun üçün A üstə gəlinsin 1 bölünsün A bərabərdir 3 ifadəsinin hər tərəfini kvadrata yüksəldirik. A-lar ixtisar gedir və beləliklə alırıq ki, A kvadratı üstə gəlinsin 2, üstə gəlinsin 1 bölünsün A-nın kvadratı bərabərdir 9. A kvadratı üstə gəlinsin 1 bölünsün A-nın kvadratı bərabərdir 7 və beləliklə biz tələb olunanı tapdıq. İki ifadənin fərqinin və cəminin kvadratı düsturundan istifadə edərək biz ixtiyari ədədlərin kvadratını asanlıqla tapa bilərik. Gəlin bunu nümunələr üzərində izah edək. 49-un kvadratı bərabərdir. Biz burada 49-un kvadratını 50 çıxılsın 1-in mötərizə kvadratı kimi ifadə edəcəyik. 50-nin kvadratı çıxılsın 2 vurulsun 50 vurulsun 1 üstə gəlinsin 1-in kvadratı bərabərdir. 2500 çıxılsın 100 üstə gəlinsin 1 bərabərdir 2401. Beləliklə biz aldıq ki, 49-un kvadratı 2401-ə bərabərdir. 4,7-nin kvadratı 4,7-nin kvadratında
5 çıxılsın 0,3-ün kvadratı kimi ifadə edəcəyik. 5-in kvadratı çıxılsın 2 vurulsun 5, vurulsun 0,3, üstə gəlinsin 0,3-ün kvadratı. Bərabərdir. 25 çıxılsın 3, üstə gəlinsin 0,9. Bərabərdir 22,9. Beləliklə 4,7-nin kvadratı 22,9-a bərabər oldu. 105-in kvadratı. 105-in kvadratını da biz 100 üstə gəl 5-in mötərizə kvadratı kimi ifadə edəcəyik. 100-ün kvadratı üstə gəlinsin 2 vurulsun 100, vurulsun 5, üstə gəlinsin 5-in kvadratı. Bərabərdir 10.000, üstə gəlinsin 1000, üstə gəlinsin 25. Bərabərdir 11.025. Beləliklə 105-in kvadratı 11.025-ə bərabər oldu. 5,4-ün kvadratı. Biz 5 üstə gəl 0,4-ün mötərizə kvadratı kimi ifadə edəcəyik. 5-in kvadratı üstə gəlinsin 2 vurulsun 5, vurulsun 0,4, üstə gəlinsin 0,4-ün kvadratı. Bərabərdir 25, üstə gəlinsin 4, üstə gəlinsin 0,16. Bərabərdir 29,16. Beləliklə 5,4-ün kvadratı 29,16-ya bərabər olduğunu aldıq. 11,12-də 11-in kvadratını biz 12 çıxılsın 12-də 1-in mötərizə kvadratı kimi ifadə edəcəyik. 12-nin kvadratı çıxılsın 2 vurulsun 12, vurulsun 12-də 1, üstə gəlinsin 12-də 1-in kvadratı. Bərabərdir 144 çıxılsın 2, üstə gəlinsin 144-də 1. O da bərabərdir 142,144-də 1. Beləliklə 11,12-də 11-in kvadratı 142,144-də 1-ə bərabərdir. Bugünkü mövzumuz sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm.